Bəli, əziz tamaşaçılarımız, görəsən Paşinyan seçkiləri niyə tezləşdirir? Bu onun Rusiya ilə münasibətlərində necə öz əksini tapacaq? Paşinyanın ümumiyyətlə kilsə qorxusu hardan, nədən gəlir? Bu mövzuları biz düşündük ki, ən gözəl olar ki, hüquq müdafiəçisi Əhməd Şahidovla müzakirə eləyək. Əhməd bəy, xoş gəlmisiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, xoş gəldiniz. İstəyərdim onunla başlayaq ki, Ermənistan baş naziri Nikol Paşinyan bir gün öncə belə bir açıqlama verib. Deyib ki, İrəvan, Türkiyə və Azərbaycan arasında Marqara Yegnadzor Sisyan Gorus marşrutu ilə yük daşımalarının həyata keçirilməsinə hazırdır. Və xəritəyə baxanda görürük ki, İrəvanın bu təklifi Zəngəzur dəhlizindən çox uzaqdır. Siz necə düşünürsünüz? Ümumiyyətlə, Ermənistan yenə hər şeyi öz bildiyi kimi başa düşüb? Ümumiyyətlə, marşrutların açılması yenidən gündəmə gəldi. Çünki təqribən bir həftə bundan öncə ölkə başçısı Cənab İlham Əliyev Qazaxıstanda səfərdə olarkən Azərbaycan üzərindən tranzit yük daşımalarına, Ermənistana tranzit yük daşımalarına rəsmən icazə verildiyini bildirdi və bu Ermənistan üçün bir nəfəsliyin açılması idi. Uzun illərdir, təqribən 35 ildir ki, Qarabağ müharibəsinin səbəbilə Ermənistan blokada şəraitində idi. Azərbaycanla Türkiyə sərhədləri bağlı idi və dalana dirənmiş bir vəziyyətdir və Azərbaycanın müharibədən sonra belə bir addım atması Ermənistan iqtisadiyyatı üçün böyük bir uğurdur. İqtisadiyyata yeni investisiyalar və ticarətin genişlənməsi deməkdir. Buna simmetrik cavab olaraq baş nazir Nikol Paşinyan yenə belə bir marşrut təklif edib. Təbii ki, bu hələ avqustun 8-də Vaşinqtonda Ağ Evdə razılaşdırılmış Zəngəzur koridoru dediyimiz və Tramp marşrutu adlanan koridor demək deyil. Amma istənilən halda Ermənistanın bu addımı belə bir açıqlama verməsi, düşünürəm ki, ilk növbədə seçki öncəsi daxili auditoriyanın gərginliyini bir qədər azaltmağa hesablanmış. Çünki bilirsiniz ki, gələn ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq indidən ölkə daxilində qarşıdurmalar, həbslər, etiraz aksiyaları genişlənməkdədir. Xüsusən də erməni kilsəsi ilə baş nazir Nikol Paşinyan komandası arasında artıq gərginlik pik həddə çatıb. Belə olan halda və bu seçki öncəsi proseslərin belə deyək, əsas mövzusu da, yəni müxalif cəbhənin, müxalif düşərgənin baş nazirə qarşı ittihamlarından biri də bu uğursuz sülh razılaşması təslimiyyət kimi təqdim olunur ki, bu ümumiyyətlə sülh gündəliyi Ermənistanda bugün seçki öncəsi proseslərdə əsas müzakirə predmetidir. Nikol Paşinyan iqtidarı, sülhü Ermənistanın rifahı üçün, gələcəyi üçün böyük bir şans kimi qələmə verir və fikrinizcə əsas trigger nə oldu ki, növbədən kənar seçkilərin keçirilməsinə bu qədər istədi Paşinyan? Çünki bundan əvvəl xatırlayırsınızsa 20-ci ildən sonra erməni xalqı Qarabağın Paşinyanın əldən verməsi məsələsində çox əsəbi idi və Paşinyan növbədən kənar seçkilər keçirərək yenidən belə şəffaf seçkilər nəticəsində hakimiyyətə gəldi və deyir ki, xalq məni seçib. Bəs hal-hazırdakı onun əsas triggeri nədir sizcə? Yəni, hal-hazırda əsas mövzu Nikol Paşinyanın əsas argumentləri sülh gündəliyidir. Yəni, bu sülh əslində müxalifətin də gündəliyində var. Sadəcə fərqli yanaşmalar var. Nikol Paşinyan və onun komandası bu sülh gündəliyini Ermənistanın gələcəyi üçün bir şans kimi görür və erməni xalqının bu şansa səs verəcəyini bildirir. Çünki həqiqətən də Azərbaycanla Türkiyə arasında, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında bu sülh gündəliyi yekunlaşarsa, sərhədlər açılarsa, kommunikasiyalar açılarsa, iqtisadiyyat dirçələrsə, ticarət qarşılıqlı ticarət genişlənərsə, bu Ermənistanın gələcəyi üçün böyük perspektivlər vəd edir və 35 ildir ki, o dalana dirənmiş vəziyyətdən çıxacaq Ermənistan. Bu erməni xalqının sosial rifahında öz əksini tapacaq. Müxalif düşərgə isə bunu təslimçi və ərazi güzəşti kimi təqdim edərək daha çox kütlənin reytingini sanki həmdə salmağa çalışır. Öncəsi sülh gündəliyi əsas məsələlərdən biridir və burada erməni kilsəsi də əsas rol oynayır və artıq çünki erməni müxalif düşərgəsi artıq xalqın gözündə, erməni xalqının gözündə etimad limitini doldurub. Yeganə son belə deyək, qala olaraq erməni kilsəsidir ki, bu zaman-zaman sadəcə dini bir qurum kimi deyil, daha çox ölkənin, xalqın ictimai-siyasi gələcəyi
əməyinə, gündəliyinə ciddi təsir Yəni fikrincə olan bir. böyük təsir gücünə malikdir böyük kilsə. təsir gücü. Amma belə anlayırıq ki, əslində kilsənin özünə də təsir gücü Rusiyadan gəlir. Belə baxanda Paşinyanın hal-hazırda bir çox digər ölkələrdən böyük dəstəyi var. Yəni erməni kilsəsi tək Rusiyadan deyil, elə Bəli. Avropadan da, Qərbdən də, Amerikadakı erməni lobbisindən də ciddi dəstək alır. Ümumiyyətlə erməni kimliyinin əsas sütunlarından biri də erməni kilsəsi. Uzun illərdir ki, hətta 1-ci Qarabağ müharibəsində xatırlayırsınızsa, Azərbaycana qarşı o işğalçı siyasətin körüklənməsində, qızışdırılmasında erməni ruhanilər böyük təsir gücünə malikdirlər. Onlar sadəcə ruhani olaraq deyil, sanki işğala, faşizmə, soyqırıma təşviq edən, dəstəkləyən bir güc kimi çıxış edirlər ki, bu erməni xalqının belə deyək bel sütunudur və bugün həmin o bel sütunu ilə Nikol Paşinyan komandası arasında ciddi mübarizə gedir. Hərçənd ki, Paşinyan bildirir ki, biz erməni kilsəsinə qarşı deyil, erməni kilsəsində kök salmış illegal, qeyri-qanuni ruhanilərə qarşı mübarizə aparırıq. Amma istənilən halda gələn ilin iyun ayında parlament seçkiləri öncəsi bu mübarizə daha da qızışacaq və burada hələ ki müxalifət partiyaları parçalanmış durumdadılar. Amma əgər kilsə ilə müxalifət koordinasiyalı şəkildə hərəkət edə bilərsə, təbii ki, bu Nikol Paşinyan komandası üçün biraz çətin bir dönəm sayıla bilər. Əhməd bəy, bəs məsəl üçün belə baxanda xarici ölkələrdə, Avropada, Amerikada bir çox erməni milyonerləri yaşayırlar və hansılar ki, onlar öz maddi dəstəyini də Ermənistana göndərilir. Bəs onların Paşinyana münasibətləri necədir? Ümumiyyətlə, xaricdəki erməni lobbisi, erməni iş adamlarının Ermənistana ən böyük dəstəyi 2-ci Qarabağ müharibəsinə qədər idi. 2-ci Qarabağ müharibəsi ümumiyyətlə erməni kimliyində bir sınma nöqtəsi idi, dönüş nöqtəsi oldu. Onlar 35 illik bu müharibənin, işğalın heç bir fayda vermədiyini, hətta uzun illərdir bel bağladıqları Avropa qərb dairələrinin seçki müharibə dönəmində 2020-ci ildə real bir addım atmadıqlarını və ya ata bilmədiklərini şahid oldular və bu baxımdan bir növ ruhdan düşdülər. Eyni zamanda Nikol Paşinyanın da argumentləri çox tutarlıdır. O, qonşularla müharibə aparmağın səmərəsiz olduğunu, faydasız müharibəyə ömrünü həsr etməyin heç bir məna kəsb eləmədiyini, ən optimal variant sülh imzalamaq, qonşularla yaxşı dolanmaqdır ki, bu artıq erməni cəmiyyətində bir yeni dövrün başlanğıcıdır və avqustun 8-də ki, Ağ Evdə bu sülhlə bağlı bu paraflanma baş tutdu. Artıq bunun ardınca da Azərbaycan da ciddi addımlar atır. Həmin o tranzit marşruta icazə verməsi, daha sonra vətəndaş cəmiyyətinin nümayəndələrinin Erivana səfər etməsi, iki ölkə arasında artıq etimad, iki xalq arasında etimad mühitinin formalaşmasına gətirib çıxarır və Nikol Paşinyan ötən parlament iclasında da bunu bir daha bildirərək bəyan elədi ki, yəni sülh gündəliyi növbəti seçkilərdə əsas məsələdir. Xalq burada siyasi partiyalara deyil, siyasi qüvvələrə deyil, məhz sülhə səs verib verməyəcəklərinə qərar verəcəklər. Bu baxımdan sülh, Azərbaycanla sülh məsələsi 2026-nın iyun ayında keçiriləcək seçkilərdə əsas müzakirə predmetidir. Nə gözəl. Bilirsiniz, Əhməd bəy, son aylar ərzinə baxanda görürük ki, əslində bu region üçün nə qədər böyük hadisələr baş verir. Təbii ki, bu hadisələrin, bu dəyişikliklərin olmasını bir çox ölkələr elə Azərbaycan da, Ermənistan da, Türkiyə də gözləyir. Çünki bunun iqtisadi, hərbi baxımdan da, siyasi baxımdan da bizə müsbət tərəfləri var. Amma bəzən biz nəyisə istəyirik, amma buna hazır olmuruq və bununla üz-üzə gələndə biz başa düşürük ki, indi bu çətinliklə başa çıxmaq lazım. Fikrinizcə Paşinyan hökuməti regionda inteqrasiya prosesində həqiqətən hazırdırmı? Yəni o bu qədər dəyişiklikləri idarə edə biləcəkmi? Ümumiyyətlə uzun illər bəri müharibə şəraitində olan iki cəmiyyəti, iki xalqı sülhə hazırlamaq o qədər də asan proses deyil. Çünki bizim nəslimiz, həm bizim nəsil belə deyək, bizim generasiya həm 1-ci Qarabağ müharibəsini, həm 2-ci Qarabağ müharibəsini yaşayıb o acıları öz həyatımızda yaşamışıq və bir günün içində 30 ildir ki, düşmən kimi gördüyümüz bir toplumla qonşu olmaq, mehribançılıq yaratmaq mümkün deyil təbii ki. Amma müəyyən addımlar atılır.
və sülh prosesi imzalandıqdan sonra da bu proses intensivləşəcək, qarşılıqlı səfərlər, Ermənistan nümayəndələrinin də Azərbaycana, mən vətəndaş cəmiyyəti nümayəndələrini nəzərdə tuturam, Azərbaycana, Bakıya səfəri gözlənilir və belə tədricən insanlar arasında o keçmişin düşmənçilik xatirələri tədricən unudularaq gələcəyə baxmaq tendensiyası yaranır. Burada Azərbaycan daha rahat, daha səbirli tərəf kimi görünür. Çünki biz əslində istədiyimizə nail olmuşuq. Həm beynəlxalq hüququn, beynəlxalq qanunların icrasına nail olmuşuq, tarixi ədalətə nail olmuşuq. Burada bir qədər revanşist və intiqamçı tərəf erməni cəmiyyətindəki o güclərdir. Hələ də 2020 və 2023-cü ilin o acı nəticələrini, onlar üçün acı nəticələrini qəbul etmək istəmirlər və zaman-zaman Azərbaycana qarşı o revanşist fikirləri cücərtməyə çalışırlar. Amma düşünürəm ki, əgər 2020-ci il müharibəsindən dərhal sonra Ermənistanda keçirilən seçkilərdə belə deyək, məğlub olmuş Nikol Paşinyana səs verdisə erməni xalqı, düşünürəm ki, böyük çoxluq artıq o müharibənin nəticələrindən dərs çıxara bilib. Artıq Ermənistan xalqı, erməni xalqı heç bir halda yenidən Azərbaycanla müharibə aparmaq istəyində deyil, belə bir potensialı da yoxdur. Ermənistan ordusu artıq özünü müdafiə gücündədir. Yəni hücum etmək, hansısa torpaqları zəbt etmək iqtidarında deyil. Bunu artıq erməni xalqı başa düşür və düşünürəm ki, 2026-cı ildə də keçiriləcək seçkilərdə yenə Nikol Paşinyana etimad göstərəcəklər. Bu, onun daha yaxşı idarəçi, daha yaxşı baş nazir olmasından deyil, sadəcə erməni xalqının sülhdən başqa çıxış yolu olmadığını göstərir ki, bu artıq seçkilərdə öz nəticəsini verəcək. Amma seçkilər yaxınlaşdıqda təbii ki, sizin də dediyiniz kimi həm Rusiyadan və ya üçüncü ölkələrdən müəyyən təxribat yönümlü addımlar ola bilər. Həmin o erməni kilsəsini və ya o revanşist gücləri qızışdırmaq, onları küçələrə tökmək və ya xatırlayırsınızsa bir neçə 10 il bundan öncə Ermənistan parlamentində sui-qəsd hadisəsi baş vermişdi. Analoji hadisələrin təkrarlanma ehtimalı da var. Bu Ermənistan dövlətçiliyində yaşanmış bir təcrübədir. Bu baxımdan Azərbaycan tərəfi də Ermənistanda keçirilən bu seçkiləri yaxından izləyir. Bu bizim üçün də çox önəmli bir prosesdir və seçkilərə qədər Azərbaycan tərəfinin bu sülhə hesablanmış bir neçə jesti də, addımı da gözlənilir ki, məhz o sülh tərəfdarı olan qüvvələrin, Ermənistandakı o qüvvələrin əlini gücləndirəcək ki, onlar seçkilərdə qələbə qazansınlar ki, növbəti mərhələdə Azərbaycan və Ermənistan arasında bu sülh prosesi bizim istədiyimiz şəkildə öz belə deyək, sonuna yekunlaşdır. Bəli, bəli, həm də ki, yəni ki, uşaqlıqdan da nə qədər ermənilər öz uşaqlarına yeritsələr də ki, Qarabağ bizimdir, amma görürsünüz, həqiqət nə gözəl ki, üzə çıxır. Amma insan egosu bunu heç cürə qəbul eləyə bilmir. Məğlubiyyət belə bir şeydir. O revanşist güclər hələ də var. Onlar sadəcə manipulyasiya edirlər insanların zəif nöqtəsi ilə. Amma reallıq faktdır. 2020-ci ildə erməni xalqı həm Ermənistan daxilində, həm xaricində bir daha anladı ki, ədalətli olmaq, haqlı olmaq, həm də güclü olmaq. Yəni Azərbaycan həm 1-ci Qarabağ müharibəsində haqlı olsa da gücsüz tərəf idi. Təəssüflər olsun ki, amma son 30 ildə Azərbaycan öz iqtisadiyyatını, siyasətini, ordusunu, hərbi potensialını gücləndirdi və biz haqlı, həm də güclü olduğumuz üçün qələbə qazandıq və Ermənistanın mövqeyini heç bir ölkə rəsmi şəkildə dəstəkləmədi. Hətta ən yaxın olan Fransa belə Ermənistanın o işğalçı siyasətini açıq şəkildə dəstəklədiyini bildirmədi. Çünki bildirə bilməzdi. Çünki Azərbaycan haqlı tərəfdir. BMT-nin Təhlükəsizlik Şurasının bəlli qətnamələri var. Özləri bütün günü demokratiyadan qışqırırlar. Ondan qalacaq ki, buna qarşı çıxırlar. Arxasında təbii ki, Fransanın hərbi yardımları, o zamanki ABŞ Biden administrasiyasının yardımları var idi ki, amma bu nəticəni dəyişmədi. Nəticə beynəlxalq hüququn, ədalətin tərəqqisi oldu.
Əhməd bəy, bir də Ara Abramyanın Putinin yanında yüksək vəzifəyə gətirilməsi sizcə Moskvanın İrəvana xəbərdarlığı kimi başa düşülə bilər? Təbii ki, Rusiya hər zaman Ermənistanda, xüsusən 2018-ci ildən bəri Nikol Paşinyan iqtidarına qarşı müəyyən addımlar atmağa çalışır. Hətta bir zamanlar Robert Köçəryanın, Serj Sarkisyanı yenidən diriltmək senarisi var idi ki, bu uğursuz oldu. Daha sonra Ruben Vardanyan erməni əsilli, amma Rusiyalı iş adamını o zamanki işğal altında olan Qarabağa göndərməklə orada belə bir qondarma rejimə rəhbərliyi planı var idi. Bu da baş tutmadı, bu da reallaşmadı və bu planlar bitmək bilmir. Yəni Rusiya heç bir halda bugünkü şərtlərdə Cənubi Qafqazda iki ölkənin, Azərbaycan və Ermənistanın yaxınlaşmasını həzm edə bilmir. Çünki Rusiyanın vasitəçilik və belə deyək, böyük qardaş funksiyası artıq sıradan çıxmış olur və xüsusən də ABŞ-ın, Qərbin dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, bu artıq Rusiyanın faktiki olaraq Cənubi Qafqazdan sıxışdırıb çıxarılması anlamına gəlir. Hətta ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə bir açıqlama verdi ki, Rusiya heç bir halda Zaqafqaziyada və Asiya bölgəsində Rusiyanın sıxışdırıb çıxarılmasına imkan verməyəcək. Bu açıq şəkildə Rusiyanın Cənubi Qafqazdakı maraqlarını göstərir. Amma əsas olan odur ki, Azərbaycan və Ermənistan arasında artıq birbaşa dialoq var, siyasi iradə var və hər iki ölkə sülhün qısa müddət ərzində tezliklə imzalanması üçün birgə addımlar atır. Ermənistan tərəfindən zaman-zaman qeyri-müəyyən, anlaşılmayan ikili açıqlamalar verilsə də düşünürəm ki, bu əslində Bakıya verilən mesaj deyil. Bu daxili auditoriyaya, xüsusən də o narazı kütləni bir qədər sakitləşdirmək üçün seçki öncəsi verilən manipulyasiv açıqlamalar. Manipulyativ vədlərdir, belə deyək. Təşəkkür edirik Əhməd bəy. Bizi ətraflı şəkildə məlumatlandırdınız. Şərhiniz də çox maraqlı idi. Əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, bugün efirimizin qonağı hüquq müdafiəçisi Əhməd Şahidov idi. Bizim efirimiz davam edir.